Salam dostlar, necəsiz? Deməli, bugün sizinlə bir söhbət etmək istəyirəm. Az öncə düşündüyüm bir məsələ var ki, mən bu söhbət videolarını daha fərqli bir konsept üçün başlatmışdım. Çünki mən əvvəlləri məlumat xarakterli videolar paylaşırdım, belə söhbətlər edirdim və sırf söhbət tərzinə fərqli bir şey çıxartmaq istəyirdim və axır əvvəl belə bir şey oldu. İndi ona görə çalışacağım bu dəfə elə həqiqi söhbət tərzinə keçsin və daha sonrasındakı mövzulara toxunaq. Deməli, elə bir mövzudan başlayayım girim, ondan sonra görək nələr açacaq. Ümumiyyətlə ona diqqət etmişəm ki, yəni mən ümumiyyətlə oturub söhbət etdiyim zaman belə orada məlumat xarakterli bir şey olur. Orada qarşıda danışanı dinləyirsən, hər hansı bir məlumat xarakterli yeni olur. Özün orada bir fikir deyirsən, o bu. Yəni istərsənməz, yəni mənim maraqlı gələn nüanslardan biridir. Qabağımda neçədən qarışıq görmüşəm, nəsə yazır. Hə, və ətrafda o qədər yağış yağıb ki, elə tərz oturmuşam ki, yəni nə sağa gedim, nə sola gedim, üstüm başım sol olacaq deyəcəm. Və düşündüyüm bir digər nüans onun ibarət ki, az öncə videodan kənar öz-özüm onu düşünürdüm ki, mən çox şey bilmirəm. Daha sonra özümə dedim ki, Abdullah, sən yəni gözəl danışsan, xoşlanırsan, sadəcə olaraq bir yerdə yanılırsan və gözəl bir nüansı qaçırırsan. Başqası belə bir şey etsə, bəlkə ona gözəl bir nəsihət verərdim. Öncəki videolarda biraz bəhs etdiyim kimi. Amma insan özünə qarşı biraz daha qəddardır. Bu qəddarlığı onun da inkişaf etdirəcək qəddarlıq deyil, yəni sırf onu geriyə salacaq qəddarlıqdır. Və məsələ nədir? Yəni mən də zaten hər bir şey biləcəm deyə bir şey yoxdur. Və əlavə olaraq da bildiyim məsələlər var, az bildiyim var, heç bilmədiyim var və s. Sadəcə olaraq mənim bir məsələni ələ alarkən bəzi onunla əlaqəsiz və çox az əlaqə olan nüanslarda mənim bilgimin az olması səbəbilə mən hər bir şeyə mən heç bir şey bilmirəm deyə yanaşmaq nə dərəcədə doğrudur. İndi buradakı düsturu ələ alıb nümunələr atırıq kənara və bunu ABC, XYZ kimi yanaşırıq və onu anlayırıq ki, ümumiyyətlə bir çox məsələdə də bir çox şeyin olmaması və ya bir şeyin olmaması sənin digər yerlərdə həmin şey edə bilməmək və bilə bilməmək və anlaya bilməmək və s. digər nüanslara təsir göstərməməlidir mənfi mənada. Başqa bir nüans, indi söhbət videosunun digər bir hissəsi belə davam etsin ki, əslində insanın özünü düşündüyü bir çox məsələlər var. Məsələn, mənim yazdığım yazılar var, mənim çəkdiyim videolar var, amma insanlara paylaşmadığı, öz zihnində saxladığı, dəftərinin bir küncünə, elektronik vasitəsinin bir hissəsinə qeyd aldığı bəzi nüanslar var ki, onlardan tam əmin deyil və əmin olmadığı üçün paylaşmır əksəriyyətlə. Əgər bir insan həqiqətən özünü çox buraxmayıbsa, yəni danışdığı şeyi düşünmək istəyirsə, əksəriyyətən belə olur. Və bu səbəbində insanı düşündürür o. Bir dəfə mənə gözəl bir sual vermişdi ki, abla sən bəzi məsələləri sırf soruşubmu cavabını tapırsan, öz-özlüyündəmi? Və belə bir sualın ilk dəfə rastlaşmışım, mənim bir neçə dəqiqə düşünməyə vadar etdi. Və mənə çox mən dedim, əslində insanı məhv edən mənlik idi. Amma dedim ki, Malayziya gələn danışıq məsələn belə şey olub, üzrü sayın. Və o düşüncə daxilimdə yarandı ki, məndə yox, daxilimdə yarandı ki, həqiqətən mən bir çox şeyi nə hikmətdirsə soruşuram. Əslində soruşmanın özü gözəl bir qabiliyyətdir. O ayrı məsələ. O həll yönümlü olmaq üçün soruşuram. Amma məsələn bəzi nəzəri məsələlər var ki, özümdə onun cavabını tapmağa çalışıram. Bir məsələ uşaqlığımdan xatırlayıram. Yəni bir məsələ məni düşündürürdü, o haqqda düşünürdüm. Ondan sonra onun cavabını tapırdım bir müddət sonra. Və ya məsələn 13 yaşımda atıram indi məsələn 13 olar 15-də. 13 yaşımda bir şey düşünürdüm. Ondan sonra 14 yaşımda həmin mövzunu düşünürdüm. Xatirimə gəlir ki, mən keçən 13 yaşımda bunu düşünürdüm və bu dəfə daha fərqli əlavə şeylər düşünməyə başladım. Ondan sonra 15 yaşıma gəldim yenə. Yəni 2-3 il bu təkrarlanmışdı və ondan sonra təkrarlanmadı, amma yəni daha doğrusu diqqət etmədiyim, bəlkə də təkrarlanıb. Amma məndə elə bir düşüncə yarandı ki, yəni həqiqətən də bu prosesdə insan hər dəfəsində daha fərqli şeylər əlavə edə bilir, daha fərqli aspektdən baxa bilir məsələlərə və onun yaşımın artmasına verirdim ki, həmin bir yaş daha artdım və bu həqiqətən də insan həyatına təsir edir. Açığı bir digər nüansda, yəni bunlar bağlantısı olur və bəzi izləyicilər ona vurğulayırlar ki, təklikdə çox dəyər verdiyim insanlar çox gözəl bir formada ki, ey Abdullah, çox gözəl danışdın, səni izlədim, amma heç bir şey anlamadım. Bəli, ola bilər. Çünki mən burada hal-hazırda bir yazılı bir mətni əvvəlkilər kimi danışmıram. Və bu bir informasiya xarakterli bir şey də deyil. Baxmayaraq ki, söhbətdir və söhbətdə fayda var. Amma bu sırf məsələn bir kursun dəstəyi kimi deyil. Və ya bu hər hansı bir mövzu üzərində aparılan araşdırma və danışıq deyil. Bu sadəcə yayın edən bir insanın, bir gəncin həyatında müşahidələr etdiyi, öz düşüncələrini ona qatdığı, qarışdırdığı, xəştin çıxartdığı və nəticədə ortaya çıxan məlumatı bölüşməyə olan cəhdini ifadə edir bir növ. Bu səbəbdən bu konsepti yaratdım ki, içimdəki o daximdəki o boşluğu da bu cür həll edə bilim. Daha doğrusu daximdə yaranan o istəyi, o arzunu bu formada da insanlara çatdıra bilim.
Yəni o demək deyil ki, mən hər şeyi bilməliyəm, amma yox, öyrənmək əlbəttə gözəldir. Öyrənmək gözəldir. Və bəzi məsələlərdə də bir müəllim demiş ki, cahilliyin özü çox böyük günahdır. Yəni ay onu bilmədim, bunu bilməliyəm, yox, bilməyə imkanım var idi, bilməyə bacarığım var idi, hər bir şey var idi. Sən sadəcə ondan yanaşı durdun, ondan yan keçdin və bu sənə bir əks bir şey ola bilməz ki, yəni mən bunu bacarmadım. Sən sadəcə bacarmaq istəmədin, belə deyə bilərik. Və əfsuslar olsun ki, tənbəllik məsələsi ola bilər və başqa məsələlər ola bilər. Hər şey sırf tənbəlliyin özündə sıxışdırmayaq. İnsan bir çox şeyi bacarmaqdan qaçır. Bu haqqında qısa video da çəkmişdim, yəni maraqlı bir orada fikri çatdırmış və onun üzərində öz fikrimi əlavə etmişdim. Və nəticədə mən getməliyəm dostlar. Əgər bu tərz yayınların davamını istəyirsə, düzdür bu yayın deyil, yəni canlı yayın deyil. Amma bu tərz çəkilişlərin, izahların, söhbətlərin davamını istəyirsə, bunun daha uzun və ya daha qısa halını istəyirsə şərhdə bölüşə bilərsiniz. Mən şərhlərə diqqət edirəm. Sadəcə olaraq bəzilərini indi riayət etməyə çalışıram. Bəzilərini uyğun görmürəm və bu səbəbdən qəbul etmirəm. Bəzilərini isə ara sıra düşünürəm, amma bunu tətbiq etmədiyim üçün insanlar düşünə bilər ki, bəlkə indi düşünərlər ki, yəni saymadı. Amma saymadı yox, yəni bacardığım qədər oxuyuram. Çox da şərhlər var axı, yəni dağıdırdı indi. Bacardığım qədər o 5-10 dənə şərh oxuyuram həftəlik. Ondan sonra da qərarımı özüm verirəm. Çünki etmək istədiyim, arzuladığım şeyi burada çatdırmaq istəyirəm. Bu səbəbdən yeni nəticədə qərarı mən verməliyəm. A, B, C tərəfləri orada şərhlər yazırlar və bəzən bir-birlərinin ziddi ola bilər. Və bu ziddiyyəti həll edən nöqtə bu yayınları edən şəxs olmalıdır deyə düşünürəm. Çox danışdım. Özünüzə yaxşı baxın. Allah'a əmanət olun. Növbəti çəkilişlərdə görüşənə əgər sıxılmamısınızsa hələlik. Mən ac olanda bu qədər danışıramsa, yesəydim vallah həmd olsun.